blokla, salamlayır. Biraz iyi var bu, nəsə iyi. Bunun adı nədir? Emily. Emil? Emily. Emily, yemək üçündür Emily. Ya, bana göstərir ki, orada. Orada, atda ağla bax. Emily. Valla məndən qorxma da, Emily. Əla. Emily, çox sağ ol. Göndərəcəm sən Instagram hesabına. O səni hiss eləyir. Əlbəttə, bilmirəm, qorxsun. Bunu çəkir ki, deyir. Ha, 10 duran qızıdır da bu. 10 duran qızı, adı nədir? Valanka. 10 duran qızı Valanka. Nə atın yaxşı adı var, nə də sən. Artıq qaldı. Özü bilirim, buna belə Bəli, belə ürəklə. 'Cause only you can save me now from this misery. keç ürək. Qardaş, Yox, qorxuram mən neyini Ay, qrup qurban, eləyəm. nədən qorxursun? Ha, indi kəsirəm, indi kəsirəm. keç. Bax. And I'm getting weary. Lap vurur ayaqlarına. Dırnaqlarına lap vurur. I know that I need to change. Getdi. ATV-yə, üzü ATV-yə. Oturun ekran qarşısına, tum tutdun, yemək yiyin, bazarın keyfini çıxardın. Bu neçə, Xəzər neçədir bu? 2, Xəzər 2. Xəzər 2. Belə sual verin, belə tutulmasın. Bu artləşli hərəkət tez-tez olur, yoxsa belə sakitlikdir? Olur da, indi Olur. işlama yerdə, var. Xəzər 9, Xəzər 2-yə qəbul. Neyim, işim budur. Oldu qardaş. Bir də olmaz. Orası sizi 4, çıxın. Plus 18. Qaçmayın burada. Burada gəzmək olmaz uşaqlar. Niyə atdın onu ora? Don't wanna see you with no other man. Uşağa bax. O bu tərəfdə sürmək olmaz. Yenə həmkarınızdan. Belə süpürürük də xanım, belə. İşləmək ayıb deyil, pul qazanmaq ayıb deyil. Oğlanlar var bu dəqiqə oturur. Deyir, iş yoxdur, iş tapamıram, işləyəmirəm. Düzdürmürəm bəlkə? Sidə işləmək biraz çətindir. Ağacın altı. Eləsən rayon yerindəsən. By your footsteps on the ground, I see a sunbeam coming down. I know it's you by your footsteps on the ground. Salam əleykum, ATV-də saat 13:15-dir, mən yenə gəldim. Bugün bir operatorla işimə başlayıram. Qardaşım Tariyel və Dənizkənarı Milli Parka gəlmişik və burada işim çox olacaq həqiqətən. Bulvarda bilirik ki, iş həmişə var. Burada iş 24 saat davam edir və ilk olaraq başlamaq istəyirəm. Müxtəlif peşələri göstərəcəm burada. İlk olaraq mühafizə peşəsini göstərmək istəyirəm. Çünki onların işi biraz ağırdır. Mən də bu ağır peşədə bugün özümü göstərəcəm. Sonra digər xırdapara işlər bizi gözləyir. Odur ki, ATV-də iş həmişə var. Başladı. Oturun ekran qarşısına, tum tutdun, yemək yiyin, bazarın keyfini çıxardın. Sabahınız xeyir olsun. Salam Bilirsiniz ki, həmişəki kimi bizim iş qaydamız ərazinin bütövlüyü, ərazi mühafizə olunsun. Nə oldusa dəqiq təhvil alırsın, məlumatınız olsun. Təzə işçimiz də gəlib, başa salarsınız bilmədiyi ərazi təhvil alınanda məlumat versin bizə. Ərazidə yaşıllıqdır, ağaclardır. Ərazidə olan obyektlərdir, nəsə hadisə baş verərsə məlumatınız olsun. İşim nə olacaq? Tutaq ki, mühafizəçinin işi nə olur bulvarda? İnsanlara nəzarət eləmək olur, yoxsa necə? İnsanlara nəzarət eləmək bizdə ərazidir, amma nəsə hadisə baş verərkən məlumatımız olur, ərazinin polisi də var. Postpatrul xidməti var, biz ona özümüz məlumat veririk. Belə amma yaşıllığa indi kimsə girərsə, sındırarsa, dağıdarsa özümüz biz nəzarət edirik. Mənim ərazim har olacaq ilk olaraq? İkinci post olacaq. İndi başa salacaq birinci gündə ərazi hardan aradır, nələr olmaz olar. İndi o başa salacaq. O zaman başlayaq. İndi sizə rabitə veririk. Bu neçə, Xəzər neçədir bu? 2, Xəzər 2. Xəzər 2. İndi başa salacaq. Sən Xəzər 2-dəsən, sən 3-dəsən, sən də 8-ci postdasan. Başladıq. Sualınız, işə apara bilməyən. Dağılışıq. Əla. Sizin adınız necə oldu? Fərhad adım. Fərhad, mənim adım Fəriddir. Lap yaxşı. Siz bizim növbə rəisimizsiniz, hə? Bugün çəkiliş olduğundan üzrə hesab olun. Bilirik ki, eynək taxmaq olmaz. Mən eynəyi taxım, biz yolumuza davam edək. Hansı istiqamət? Sağın yanındadır mənim postum, yoxsa? Burada ortadadır. Ortada, Əsas burada olursan, buradan yəni nəzarət eləmək olur da. Orada nəsə hadisə baş verərsə, neysə yaxınlaşa uşaqdır, bilərsən. suya yaxınlaşır olma. Artıq nə hərəkət oldu, ona nəzarət edirəm. Uşaqdır, nəsə indi
vətəndaşdır, burada nəsə artıq əstlik hərəkət olarsa bizə məlumat verirsiniz. Biz də post patrula məlumat veririk, gəlib aparırlar. Belə sual verin, belə bir çıxmasın. Bu artıq əsli hərəkət tez-tez olur, yoxsa belə sakitlikdir? Olur da, indi ictimai yerdir, İnsanlarla işləmək həqiqətən çətindir. Bəzən biz nüansı qeyd edeyim. Bəzən deyirlər ki, mühafizəsi falan şeyli. Bunun işi budur, mühafizəsinin işi. Mənim işim də budur. Başa düşün. Bizi düz başa düşün. Nə oldu? Anında biz öz işimizi görməli, vəzifə borcumuzu yerinə yetirməliyik. Bizim o vəzifə borcumuzdur, məlumat vermək. Nəsə hadisə baş verirsə, o aradan qalxmaq. O zaman başlayım işimə. Nəzər gəzdireyim. Sən postun o saatın arxası, buradan pilləkənin üstündən başlayır, biznesin böyrünə qədər. O tərəfə qədər. Yol qırağıdır, baxırsınız, burada qazondur, başqa bir... Yəni qazonu kim tapdalasa, kimsə nəsə elə... Ağacı qırarsa, nəsə bir olur da. İndi mən rasiya necə istifadə edəcəm? Siz çıxırsınız ki, Xəzər 9, Xəzər 2-yə qəbul. 9 sizsiz, hə? Deyəcəm Xəzər 9, Xəzər 2-yə qəbul. Deyəcəm ki, qəbul. Mən deyəcəm qəbul. Sonra nəsə hadisə baş veribsə, ya nəsə lazımdırsa, deyirsiniz ki, bəs filan yerdə filan şey olur. Belə işləyir də bu, belə işləyir. Açıldı. Bunu basıram. Basıb saxlayır. Xəzər 9, Xəzər 2-yə qəbul. Qəbulda. Hər şey əladır, işə başladıq. Oldu. Narahat olmayın, yaxşı işləyəcəm. Bəli, dəyərli izləyicilər, artıq mən təkəm. Nə Xəzər 9 var, nə də mühafizəçilər var. Mən təkəm. İndi mən əraziyə baxış keçirməliyəm. Söndür istəyirsən. Hə, söndürün bu, o bir Xəzərlərdir, mənə məlumat verir. İndi isə mən tək başına ərazini gəzirəm və ərazini gəzib sahə ərazisindən məlumat verməliyəm. Yəni Xəzər 9. Mən Xəzər 2-yəm. İndi baxıram, görüm, bu ərazi mənimdir. Görüm, artıq əsli hərəkət edən varsa, anında xəbər verəcəm sahə rəisimə. Neyim, işim budur. Bugün işim budur. Görək, nə var. Heç nə, xanımlar şəkil çəkdirirlər, hər şey yanındadır. Yox, burada heç bir təhlükə yoxdur. Tariyyə zəhmət olmasa göstər. Burada hərə öz işi ilə məşğuldur və qaydaq o biri bölməyə. Gəl. Rasiya da bildirəcəkdim, sizi də gördüm. Hələ vəziyyət yaxşıdır, heç bir artıq əsli hərəkət edən yoxdur. Bir sual verib, bu mühafizə işim elə bir səhərdən saat neçəyə qədər davam edir? Mühafizənin işi nə vaxtdan nə vaxta qədərdir? Səhər 9-un yarısı razvad olur, bir də axşam 9-un yarısı. Bu qədər işi, gündəlik işi sizdə elə bir hər gündür? Yox, 2 gün, 2 gündür, 2 gün gündüzdür, 2 gün evdə, 2 gün də axşamsın. Axşamlar necə? Məncə axşamlar işiniz nə olur və günorta insanlar sıx olur. Deyəsən, axşam iş biraz az olur yoxsa? Yox, axşam saat 1-ə, 2-yə qədər adam çox olur, yay vaxtı. Ondan sonra da adam azalır. Belə amma səhərə qədər ayaq xidmət gedir, dövlətlərlə, əraziyə nəzarət. Yatmaq olmaz. Olmaz. İş həmişə var. Getdik. Hələ heç nə yoxdur. Burada bir qaqaş oturub. Salam aleyküm. Nə edirsən burada? Gül. Gül bu dekorativ güldür, qurbanım. İynəmək üçündür, bu qıza vermək üçündür. Bunun üçün belə eləməyim. Bildiniz qardaş, bu yapışdır yerinə, bu gülla oynama. Bu qırmaq olmaz, çünki bu şəhərimizə gözəllik verir. Vaxtın olanda saqqızı çıxardarsan. Oldu qardaş, bir də olmaz. Çıxmayın bura aşağı, dəyərsiniz, çox şey eləməyin. Düşün burada. Oraya yox. Olmaz. Oraya yox, həzrət. Orası Z4, çıxın. Plus 18. Xəzər 9, Xəzər 2-yə qəbul. Qardaş, burada uşaq çoxdur, bir də mənə kömək elə, bu çıxırlar dənizin o tərəfə, bu tərəfə. Bunlara bildirdim ki, belə eləməyin, amma məncə nəzarətdə olmaq lazımdır. Nəzarət eləmək lazımdır uşaqlara. Nəzarət eləyim yoxsa yox? Nəzarətdə saxla, qazona, ağaclığa, nəzarət edin, problem olmaz. Oldu, təşəkkür. Saatın tamamında ərazi haqqında məlumat verərsiniz.
Yaxşı, hələ 15. Yaxşı, oldu. Bəli, deyir ki, saatın tamamında ərazidə nə baş verirsə, ərazidə vəziyyət necədirsə, məlumat verməliyəm. Gəzirəm hələ görək uşaqlar nə edir, burada insanlar nə iş görür, biraz qayda pozan olsaydı. Məmur, düş qardaş, düş, olmaz oturmaq. Gəlin bura, qaçmayın burada. Burada gəzmək olmaz uşaqlar. Bura qazondur, bu otdur. Otda gəzin, gedin burada gəzin, burada oynayın. Gəl qaqa, gəl. Salam aleyküm. Uşaqları ora qoymayın, orada icazə yoxdur gəzməyə. Oldu mu? Uşaqlar gəzin burada, nə edirsə atlanın, düşün, amma ora olmaz. Ora sizlikdir. Xəzər 9, Xəzər 2-yə qəbul. Burada vəziyyət yaxşıdır hələ ki. 1-2 nəfər qazana çıxdı, onlara nəzarət elədim, onlara bildirdim. Belə eləməyin, belə eləyin. Yenə insan sıxlığı var. İndi nə etməliyəm mən? Bütün postlara aiddir. Ərazidə adam çoxdur, ərazidə patrul şəkildə gəzin, nəzarət edin, problem olmasın. Oldu başısı, gəzirəm. İstiyin altında gəzmək əla da, əla. Deyir ki, gəzin patrol şəkillə. Mən də deyirəm ki, istidə gəzmək həqiqətən zövq vericidir. Yazıq Tariyel. O da mənlə bir yerdə gəzir. Mən tək, tamaşası elə bir mən tək gəzirəm. Burada operator da gəzir. Bu istiyin altında dəydin yerə ki. I've been locked up way too long in this crazy world. Ay, nə inirsən aşağı? Nə attın? Gəl bura. Nə attın onu? Gel götür. Nə attın onu ora? Gel götür onu. Gel götür, ver bura. Gəl, oydu. Gel gətir. Uşağa baxı. Niyə zibilliysən bulvarı? Gəl bura. Gəl, qalx. O zibil qabı nə üçündür orada? Ged ora. Görmədin? Bir də eləmə. Uşağa baxır. Tulkan götürür atır. Valideyn orada baxır, heç nə demir. Sonra deyirlər bulvarı çirkiləyirlər. Bulvarı elə özümüz çirkiləyirik də. Qəbulda. Baxımdan estakadiyozda nəzarət elə, dəmiri zatın üstündə oturub eləyən olmaz. Baxımdan şöra nəzarət elə, orada problem olmaz. Oldu, aydındır. Gedirəm estakadiyaya. Görək burada. Deyir ki, orada dəmir üstündə oturanlar, eləyənlər varsa, onlara nəzarət elə. Xəzər 9, Xəzər 2-yə qəbul. Burada hər şey yaxşıdır, hər öz işi ilə məşğuldur. Dənizi seyr edirlər. BSBT ərazidən çıxar, təhlükə yarattığına görə başa sal. Gördüm. Dayan qardaş, dayan. Salam aleyküm. Adım Fəriddir, mühafizəçiyim. Siz burada niyə velosiped sürürsünüz? Burada qadağandır velosiped sürmək. Yeni bulvarda velosiped sürmək üçün zolaq var. Velosiped girəndə bilmirdin burada sürmək olmaz. Məsələn, adam var, insan var, siz kimisə uşağı nəzər bilərsiniz. Sürətdən dəxli yoxdur, heç nə, bu tərəfdə sürmək olmaz. Başa sal, yol qırağı ilə sürüb getsin, Təzə bulvarda velosiped zolağı var. Burada təhlükəlidir, ona görə icazə yoxdur.
Bildim, hələ onu başa salıram. Baxın, o tərəfdən yolun qırağında. Hə, yuxarı yolda şey var. Yol var. Oradan gedərsən, çıxasan yeni bulvara. Və yolun yeni bulvarından yola davam edirsən. Sizə otursa aparım göstərim yolu. Gəl. And I'm getting weak. How far is it? And I know that I need to change my ways of living. How far is it? Well, can you tell me? Bu qaydadan kənarlı bir şeydir. Biz vətən mühafizəsi belə eləmir. How far is heaven? I just keep on praying, Lord. Just keep on living. Bax qardaş, bax bu yolla düppədüz, Davam eləyəcəksən, gedib çıxasan yeni bulvara. Var velosipedi də orada sürə bilərsən. Burada bir də velosiped sürmə, oldu mu? Oldu, sağ ol, təşəkkür. How far is heaven? Lord, can you tell me? Buyurmuşsun, rahatçayınız. Mən mühafizə işində işlədim bugün. Bulvarda gördüyüm ilk iş idi. Növbəti işim təmizlikçilərləndir. Həqiqətən ağır bir işdir, nə baxımdan? İskin altında gəzirsən, ora, bura, insanlarla ünsiyyət qurmaq, biri VSB sürür, biri zibil atır. Onların hamısına reaksiya göstərdim. Təşəkkür edirəm. Az göstərdim bugün mühafizə haqqında, çünki bulvarda işimiz çoxdur. Təşəkkür edirəm, inşallah Sağ olun. işinizdə uğurlar əldə edəsiniz. Mən getdim növbəti işə. Çox sağ ol. Sağ ol. Sağ ol. Bəli, hörmətli izləyicilər, indi mən gedirəm, bax bu geyimi soyunub, yeni bir əlbisə geyinəcəm. İndi isə bulvarın ən əsas işini görən insanlardan biri təmizlikçilər. Baxın, yer gör necə təmizdir. Baxın və mən digər o tərəflərdə biraz çirklənmiş yerləri bax bu təmizlikçi xalalarla, bibilərlə, qardaşlarla təmizləyəcəm. Yeni həmkarınızam. Belə süpürürük də xanım, belə. İşləmək ayıb deyil, pul qazanmaq ayıb deyil. Oğlanlar var bu dəqiqə otururlar. Deyir, iş yoxdur, iş tapamıram, işləyəmirəm. Düzdürməyəm bəlkə? Sizdə işləmək biraz çətindir. Ağacın altı. Eləsən rayon yerindəsən. By your footsteps on the ground. I see your sunbeam coming down. I know it's you by your footsteps on the ground. Yeni həmkarınızam. Belə süpürürük də xanım, belə. İşləmək ayıb deyil, pul qazanmaq ayıb deyil. Oğlanlar var bu dəqiqə otururlar. Deyir, iş yoxdur, iş tapamıram, işləyəmirəm. Düzdürməyəm bəlkə? Sizdə işləmək biraz çətindir. Ağacın altı. Eləsən rayon yerindəsən. Bəli, bayağı mühafizəçi idim. İndi isə bulvarda təmizlikçiyəm. Salam əleykum. Salam. Adınız necə oldu? Rauf. Rauf, mən də adım Fəriddir, yeni həmkarınızam. Bugün işim nə olacaq? Salam əleykum ümumilikdə. Necəsiz? Adınız necədir, Ağsaqda? Rafiq. Rafiq. Sizin adınız necədir? Sizin? Hə. Bugün həmkarlarımızsınız və bugünkü işim biraz ağır işdir yoxsa necə? Belə də ağırdır. Xanımlar süpürəcək. Bəli. Biz də yığacaq kuçkaları. Zibil qablarını boşaldacaq. Ondan sonra harda bu ləkəzat var, onları yuyacaq. Bir də sözüm də sizə. İş burada necə, saat neçədən gəlirsiniz işə, neçəyə qədər davam edirsiniz? Saat 7-də bizim işimiz başlayır. Saat 5-ə kimi. 5-ə qədər işiniz həmişə olur. Bəli, hər gün 5-ə qədər bizim işimiz olur. O zaman başlayaq işə, çox danışmayaq. İşimiz tutur. Başlayaq. Süpürək. Arabanı belə sürün. Belə qaldır. Sən gətir, mən yığacam onu. Onu dalıca sürün, o süpürtü sürün. Belə süpürürük də xanım, belə. Məmnunsuz işinizdən. Çörək pulu çıxsın da əsas odur. Maaş yaxşıdır. Şükür Allah'a. Şükür Allah'a. Çatı sürəyə çatır.
Ən çox harda zibil olur? Etiqələ oldu. Zibil. Etiqələ. Bayaq mühafizəsi işləyirdim. Uşaq götürür, tutulkanı atır dənizə. Deyirəm, ay uşaq, bu orasını yerə niyə zibil atırsan? Bu əziyyətini çəkənlər var axı. Heç kim başa düşmür. Hamı elə bilir. Adamlar çox orada gedirlər. Hə. Gəlin gedək. Gedək qabağa. Qardaş, sən neçə ildir bu işdəsən? 7-ci ildir. 7 ildir, artıq sən təcrübəlisən. İşte başını sal başa işləyir. Hə. Tərəfimizi çıxardırır minbərə. Əsas odur. Allah canlarını sağlasın. Dolanırıq. Təmiz hava alır. Həm təmiz hava alır. Təmizlik görürük. Süpür. Deyirlər ki, həm təmiz hava alır, həm də təmizlik edir. Həm iş, həm istirahət. İşimizi keyflə görürük. Bəli. Əsas odur ki, işi sevmək lazımdır. İş bundan ibarətdir. Bir nəfər süpürür, bir nəfər isə zibili doldurur arabaya, bir nəfər də arabanı sürür, hə? Bizi bu işə ruhlandıran, fərəhləndirən əsas müdiriyyətimiz də Allah onun köməyində dursun ki, fəhlənin qeydinə qalır. Nə tərlər var, bizim geyimizə baxın. Bəli, əla super geyim. Bəlkə bir 4 dəfə bizə paltar verirlər. Maaşımız yaxşı, çox razıyıq. Ona işdir də, başımız sağlıq, həm ziyarət, İşin fərqi həm ticarət. Bir də söz həm deyim, dincəlidir, həm işləyir. işləmək ayıb deyil, pul qazanmaq ayıb deyil. Bəli. Oğlanlar var bu dəqiqə oturur evdə. Deyir, iş yoxdur, iş tapamıram, bilməm, işləyəmirəm. Düzdürmürəm bəlkə. Mən narazı deyil. Deyir, iş həmişə var. İşdir də, Allah kömək olsun müdiriyyətin, valla. Bizim hər cürə qayrımıza Nə qədər maaş alırsın? 300-dən 350. 350, maşallah, maşallah. Premiyamız olur, hər bayramlarda nə tər lazımdır bizə kömək edirlər, yox, sağ olsunlar. Yaxşıdır hər şey. Hər şey İşləmək lazımdır. Buradan deyin, evdə oturanları, işləməyənlərə mesaj göndərin. İşləmək lazımdır. Pis yolu seçməsinlər, həmişə düz yola gəlsinlər. Düzdür. Halal pul qazansınlar. Halal pul qazansınlar. Bəli, biz əlimizin əməyi ilə, bax, alnımızın tərinlə işləyirik, balalarımızı çörək. Vurun, bura başladıqca. Oldu. Onlar elə demir də, deyir, şuzun adı nədir? Deyirlər, şuzun adı nədir? Süpürürük, siz də süpürməlisiniz. İstidə işləmək biraz çətindir. Nə qəşəng. Qəşəng işdir, hə? Bu bulvarda bu yaşıllıqların qaydına qalan insanların əziyyətini sizə göstərəcəyik. Salamünaleyküm. Adın nədir? Faris. Bu ən rahat iş məncə budur burada. Heç nə. Su tutursan belə, şlanqı tutursan belə ora-bura sulayırsan. Yüngül işdir. Qoy biraz bu işi də eləyim. Bu tərəfləri sulamısan deyəsən, hə? Bu tərəfləri sulayaq. Gəlin kökə buradan. Kölgəliydi, nə qədər Ha, ağacın altı. ağacın altı. Elə sən rayon yerindəsən. Hə, kəndəsən. Elə bir kəsdir. Suladıq, indi otu biçmək lazımdır, hə? Biçmək lazımdır. Necə eləyək? Kod deyirsən bana. Kodda.
Bəli, hörmətli izləyicilər, görürsünüz mənim öz kameramda var, özümü çəkirəm. Bax, operatorumuz Tariel də çəkirəm mən. Bu selfie yeni bir stildir. Bunu deyəsən Azərbaycanda bunu ilk dəfə mən elədim. Artıq görürəm ki, cəmaət də yavaş-yavaş bu üsula əl atıb. Uğurlu olsun. Və bugünlük də bu qədər, hörmətli izləyicilər. Görürsünüz, bu gün başladım düz mühafizə işindən. Süpürgəçilərlə birgə bulvarı süpürdüm. İndi də bağbanların işini göstərdim. Otu, qazonu suladım, qazonu biçdim. Məncə bu günlük bəs eləyər, bu həftəlik bəs eləyər. Gələn həftə 13-15-də görüşmək ümidi ilə sağ olun, salamat qalın. Getdim. İnformasiya dəstəyi Oxu Az İnformasiya Agentliyidir.